Azərbaycana zəfər bayramı yaraşır. Azərbaycana sülh yaraşır. Bir daha ölkəmizdə müharibə olmasın. Sülh olsun. Analar gözü yaşlı qalmasın. Balalar ata həsrətinə yaşamasın. Ata yolu gözləməsin. Və bir gün Azərbaycanımızda Zəfər bayramını qeyd edirik. Noyabrın 8-idir. Bu Zəfər bayramını bizə verən bizim özünüz göz qabağındadır, görürsünüz. Şəhidlər xiyabanında uyan şəhidlərimiz. Allah onların yerin cənnət eləsin, ruhların şad eləsin ki, bu Zəfər bayramını xalqa verdilər. Və qazilərimiz. Heç vaxt onları unutmaq olmaz ki, bu bayramı bizə yaşadan şəhidlərimizdir, bir də qazilərimizdir. Allah qazilərimizi qorusun, şəhidlərimizin də ruhunu şad eləsin.